Hazırda haqqında söhbət açacağımız böyük və qüdrətli qələm sahibi bugün unudulmaqda deyil. Əksinə elə məhz bugün Azərbaycan Dövlət Rəşid Deputat adına mahnı teatr gerçəkləşəcək tədbirdə də bu işıqlandırılacaq və onun əsərləri SSR-də eyni zamanda dünyanın 100-dən artıq ölkəsində tərcümə olunub və bugün də aktuallığını itirmir. Bəli, söhbət böyük şair Süleyman Stalskidən gedir və onun 150 illik yubileyinə əlbəttə ki, bizim əməkdaşlarımız, ümumiyyətlə hər birimiz öz töhfəmizi vermək istəyirik və haqqında danışdığımız tədbirlə bağlı biz bu dəqiqələrdə danışacağıq. Kimlərlə? Buyurun. Məmnuniyyətlə təqdim edirik Samur qəzetinin baş redaktoru Sədaqət Kərimov. Xoş gördük bir daha və Samur Ləzgi Milli Mədəniyyət Mərkəzinin direktoru İmran Rızayev. Sabahınız xeyir olsun. Sabahınız xeyir, xoş Minnətdarıq dəvətimizi qəbul edib gəldiniz. Əslində biz bu haqda nə danışsaq, yenə də deyəcəyimiz və xüsusilə vurğulayacağımız məqamlar var. Bəzi hallarda bizim dillə desək, onlar kadr arxasında qalır. Amma onlara nəzər saldıqda elə incəliklər var ki, onları gərək ki, unutmayaq və mütləq şəkildə vurğulayaq. Necə bilirsən? Bəli, əlbəttə Emil, biz əlbəttə ki, belə bir sual verəcəyik ki, bax, Süleyman Stalskinin bilənlər bilir, amma hər bir halda bilməyənlərin də məlumat olsun. Dağıstan eyni zamanda Azərbaycan ədəbiyyatına verdiyi töhfələr nədən ibarətdir? Buyurun, Sədaqət xanım. Əvvəla təşəkkür edirik bizi dəvət etdiyinizə görə. Bu gün bizim üçün çox əlamətdar gündür. Ümumiyyətlə bu il bizim üçün əlamətdardır. Çünki Süleyman Stalskinin ilidir. Süleyman Stalski Dağıstanda çox sevilən sənətkardır. Təkcə Dağıstanda yox, amma Dağıstanda onunla xüsusi məhəbbət var, xüsusi el məhəbbəti var. Hər il onun dəfn olunduğu Mahaçqala şəhərindəki dənizkənarı parkda minlərlə onun sənətin pərəstişkarları may ayının 18-də onun büstü önünə toplaşırlar və hər kəs ona məhəbbətini şeir deməklə ishar edir və bu şeir demək mütləq əzbərdən olur. Təkcə ləzgilər yox, ümumiyyətlə Dağıstan xalqlarının nümayəndələri gəlirlər həmin tədbirə, orada şeirlər deyirlər. Həmin gün onun anadan olduğu, indi Süleyman Stalski adını daşıyan Qasımxuyur rayonunda həmin tədbirlər həyata keçirilir. Bilirsiniz, ümumiyyətlə Dağıstanda belə bir ənənə var. Hər bir vilayət və yaxud hər bir rayon bir nə ilənsə fərqlənir. Misal üçün, Balxar deyəndə biz Dulusçular rayonunu nəzərdə tuturuq. Tabasaran deyəndə xalçaçılar, Qubaçı deyəndə zərgərlər və Qasımxuyur deyəndə mütləq şairlər yurdu. O yurd dünya şöhrətli Yetim Emin ləzgilərin unudulmaz şairi, çox sevdiyi, həddindən artıq pərəstiş etdiyi şair. O cümlədən böyük idrak sahibimiz, böyük filosof Həsən bəy Alqadari həmin kənddəndir. Ruxun Ali, Kürəm Əli kimi çoxlu şairlər yetişib və həmin rayonun bir özəlliyini mən sizə demək istəyirəm, bu olduqca maraqlıdır. Çünki dünya üçün nümunə olan bir məsələdən danışacağım. Həmin rayonun rəhbəri filologiya elmləri namizədi şeirə qiymət verən alimdir. Onlarda həm rəsmi, həm də qeyri-rəsmi idarələrdə iş günü bilirsiniz necə başlanır? Şeir oxumaqla. Mütləq hər gün başlayırlar şeir oxumaqla. Ondan sonra növbəti işlərə keçirlər. Süleyman Stalskiyə məhəbbət o heç nə ilə müqayisə oluna bilməz. Rəsul Həmzadov onun yubileyində belə bir söz dedi ki, Süleyman Stalskiyəcən bizim göylərimiz bu qədər əngin, bizim dəryalarımız bu qədər dərin deyildi. O düzdür. Universitetlər bitirməmişdi, amma o həyat universitetlərini bitirmişdi və o bizim hər birimiz üçün bir nümunədir. Mən onu yetirən bu torpaq qarşısında baş əyirəm. Bu sözlərdə həmin şairə el məhəbbətini siz ayrıya biləsiniz. Siz o qədər səmimi, o qədər emosional bu haqda söhbət açdınız ki, həqiqətən də hiss olunur ki, nə dərəcədə Süleyman Stalskinin yaradıcılığına sizin həssaslığınız var. Və Maksim Gorki zəhrimsə onu 20-ci əsrin Hamiri adlandırmışdı. Elə təsadüfi deyildi. Bilirsiniz, Süleyman Stalski savadlı adam deyildi. Amma onda bir xalq müdrikliyi var idi, xalq zənginliyi var idi. Xalqın şirin, saf, təmiz dilində şeirlər yazıb yaratdığına görə xalq onu həddindən artıq çox sevirdi. 1934-cü ildə avqustun 27-sində Moskvada SSR yazıçılarının birinci qurultayı çağırılanda təsadüfi deyildi ki, Süleyman Stalskini ora dəvət etmişdilər. O vaxt artıq Süleyman Stalskinin şöhrəti Dağıstandan da kənara yayılmışdı. Onu el sənətkarı kimi sevirdilər, qiymətləndirirdilər və onun müdrikliyi həmin qurultay günü məlum oldu. Təsəvvür edirsinizmi? O ləzgicə çıxış edə bilərdi. Amma nəzərə aldı ki, qurultay iştirakçıları arasında türk dilli xalqların nümayəndələri var. Mən Azərbaycan dilində çıxış etsəm daha gözəl olar. Və hamı gəlmiş şeir ilə. Bəli, təsəvvür edirsiniz, hamının vərəqdən
çıxışlarını oxuduğu, çox rəsmi əhval-ruhiyyə hökm sürən tədbirdə birdən-birə bir saf dağlı, öz buxara papağı başında, kürkü əynində yaraşıqlı, gözəl bir kişi başlayır Azərbaycan dilində çıxış eləməyə və sonunda da şeir deyir. Bütün bunlar bədahətən olur. Ümumiyyətlə Kremlin divarları deyirlər ki, o cür gürültülü alqışlar görməmişdi. Onun çıxışına heyran olan Maksim Gorki ayağa qalxır. Deyir ki, mən heyran oldum bu dağlı ağsaqqalın çıxışına, onun müdrikliyinə. Necə gözəl danışdı. 20-ci əsrin Homeridir. Və ondan sonra onun üstündə o ad qaldı. Bilirsiniz, adlar gəldi, gedir. Ona xalq şairi adını verdilər. Amma o xalq şairi olmaqdan daha çox xalqın şairi idi. Bəli, odur ki, bugün onun 150 illiyini qeyd edirik. Azərbaycanda qeyd olunur və əlbəttə ki, bir qədər sonra o tədbirlə bağlı biz danışacağıq qonağımızda. Bəli. Amma gözəl bir ifadən sonra. Ne kadar coşku ve izdihamla geldiyse ben bir anlık düşündüm ki bizim kameralarımız böyle yerinden terpinecek. Ama hanım ne vaziyetler, onun o məcbuliyi hiss olundu. Bəli, gözəl ifadə. İmran müəllim, nə gözlənilir? Tədbirin təşkili, buyurun. Eşidəndə ki, hər yerdə Süleyman Stalskinin bu il 150 illiyidir. Biz bir cəmiyyət kimi qərara gəldik ki, biz hökmən bunu Azərbaycanda, Bakıda, Bakının mərkəzində keçirməliyik. Bunun keçirilməsində bizə Prezident Administrasiyasının böyük köməkliyi oldu, Mədəniyyət Nazirinin köməkliyi oldu. Azərbaycan multikultural dövlətdir, bu bizim bəli siyasət. Multikulturalizm mərkəzi ilə də bu barədə söhbət aparmışıq. Bizi dəstəkləyiblər hər tərəfli. Ona görə də biz belə bir proqramla, bu günləri Sadaqət xanımın tərtib etdiyi bir proqramla o gecəni keçirtmək niyyətindəyik. Gecəmizdə yəni ki, poeziya səvəskarları da çoxlu iştirak edəcək. Bakıda yaşayan Ləzgi xalqının nümayəndələri çox iştirak edəcək. Yazıçılar Birliyi iştirak edəcək. Süleyman Stalskinin həyatının incə yerləri də var da. Deyir ki, Azərbaycanca necə yazdı bu şeirləri? Bu Azərbaycanda yaşayıb, kasıb böyüyüb, gəlib Bakıda yaşayıb, fəaliyyət işləyib və bu Bakı mühiti onu yaradıcılığına bir stimul verib. Stalski hamımızın sevimlisidir. Stalski'ne biz hamımız hörmət necə bəsləyiriksə, onun bu gününü qeyd eləməklə də, yəni ki, o hörməti bir 5 artırır. Eyni zamanda Dağıstanda yaşayan ləzgilərlə, Azərbaycanda yaşayan ləzgilərin sevimli şairinin yubileyini keçirmək bizim üçün şərəfdir. Siz televiziya işçilərinə biz minnətdarlıq bildiririk ki, siz belə bir tədbirin keçirilməsinə bizə dəstək verirsiniz. Çox istərdik ki, tez-tez qonağımız olasınız, bax bu söhbətləri bizim tamaşaçılarımıza tez-tez təqdim edəsiniz. Amma bir əlavəm var. Buyurun. Mənim sözünə bir qüvvət vermək istəyirəm. 1957-ci ildə Süleyman Stalski ilə bağlı film Cəfər Cabbarlı studiyasında çəkilib, mahnı belə yaranır. Olduqca gözəl bir filmdir. Biz 10 filmdən 10 dəqiqə boyunca nümayiş etdirəcəyik. Ondan başqa bilirsinizmi, bizdə 1957-ci ildə Dağıstan ədəbiyyatı antologiyası kitabı çapdan çıxıb və həmin antologiya Süleyman Stalskinin həyat və yaradıcılığı ilə başlanır. O cümlədən bizim görkəmli alimimiz Pənah Xəlilov Süleyman Stalskinin yaradıcılığını çox dərindən təhlil edib və onun bir çox əsərlərində, ədəbiyyat müntəxəbatlarında, bir çox monoqrafiyalarında Süleyman Stalski ilə bağlı maraqlı tədqiqatlar var. Osman Sarıvəlli o qədər təsirli bir şeir yazmışdı Süleyman Stalskinin
ölümü ilə bağlı bizim Azərbaycan şairləri Səməd Vurğundan başlamış, Qabildən başlamış, o bütün bu şairlərin silsilə şeirləri və Süleyman Stalskiyə el məhəbbəti ilə bağlı. Bunu qeyd eləmək istədim xüsusi. Çox Yəni sağ Süleyman olun. Stalski təkcə Dağıstanın şairi olmaqdan çoxdan çıxıb. O Azərbaycanın, o dünyanın şairidir. Dünya poeziyasının klassik nümayəndəsidir. Biz bununla fəxr edirik. Bəli, fəxr eləyirik və əlbəttə ki, bu tədbir də elin onun yaradıcılığına, onun şəxsiyyətinin işığına yığışan insanlara stimul verəcəkdir. Biz də təşəkkür eləyirik. Çox sağ olun, Səbəb. Və xatırladırıq ki, əziz tamaşaçılarımız, bu dəqiqələrdə bizim qonaqlarımız Samur Ləzgi Milli Mədəniyyət Mərkəzinin direktoru İmran müəllim Rzayev və Samur qəzetinin baş redaktoru Sədaqət xanım Kərimova idi.